Salam, əziz Ədəbiyyat TV izləyiciləri. Bugün biz növbəti buraxılışımızda görkəmli şair Rəqibə Qəvvasın bir sıra əsərlərini dinləyəcəyik. Böyük bir mədəniyyət abidəsi sayılan Avropanın və Asiyanın sevimli şəhərlərindən biri İstanbulda biz Rəqibə Qəvvas poeziyasına bir səyahət eləyəcəyik. Bulud qara örpəyini çəkdi göyün üzünə, yaşmaq tutdu dodağına, yaş dolanda gözünə, göz yaşları yanağından yer üzünə süzüldü, çaşıb saldı örpəyini, əli ondan üzüldü. Ürəyini boşaltmaq üçün hönkür vurub ağladı, haray saldı, nalə çəkdi, selə dönüb çağladı. İçin ağladıqca dolan bulud boşaldı, bəs buluddan yer üzündə bir nişanə nə qaldı? Qarı nənə 7 rəngli hənasını toxudu, cırcırama dilə gəldi, nəğməsini oxudu. Göy üzündə günəş doğdu, işıqlandı kainat, sanki dindi ana torpaq, nə gözəldir bu həyat. Müəllim ömrü şeiri. İlim başlanardı sentyabrdan, bir müəllim ömrü yaşamışam mən. Yolum məktəb yolu, adım müəllim, şərəfli bir adı daşımışam mən. Jurnalda yazdığım hər yeni tarix, ömrümdən illəri alıb apardı. Kim məni axtarsa məktəb yolunda, sinif otağında gəlib tapardı. Ay mənim sonuncu sentyabrım, sən mənə nə qədər əziz göründün, naşükür deyiləm, ömür yaşadım, nədənsə kövrəldim, nəmə büründün. Pillənin başında gənc bir müəllim, pillənin sonunda gümüşü saçlar. Ey mənə zirvədən baxan müəllim, İnşallah bugündən sənin üçün də var. İlim başlanırdı sentyabrdan, bir müəllim ömrü yaşamışam mən. Yolum məktəb yolu, adım müəllim, şərəfli bir adı daşımışam mən. Bizim bugünkü buraxılışımız sona çatdı. Görkəmli şair Rəqibə Qəvvasa uzun ömür, can sağlığı arzulayırıq.